Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleyküm salam rahmetullah. Şeyh, biz hədislərin sonunda əsasən iki nəfərin adını daha çox görürük. Buxari və Muslim. Muslim rahiməhullah kim idi? Elhamdülillah. Muslim rahimehullah o da tanınmış böyük alimlərdəndir İslam dünyasında. O da hədis cəmiyyənlərdən biri olub və Buxarinin tələbəsi olub. Buxari rahimehullahın tələbəsi olub. Və Hicrətin 206-cı ilində dünyaya gəlib və Buxaridən deməli balaca idi. Buxari 194 idi dünya gəlməyi, amma Muslim 206. 261-də də vəfat edib rahimehullah Muslim. O da hədis cəmi eləyən alimlərdən olub, xüsusən səhihi cəm eləyənlərdən olub Buxari kimi və ona görə məhz onların adı daima qeyd olunur, Buxari və Muslim. O hədis ki, Buxari, Muslim toplumundan gəlir cəmindən, əlhamdülillah biz ona arxayın yanaşırıq. Arxayın. Çünki hədislər belə deyil. Bəzi avamlar elə fikirləşir, oturub belə fikirləşsən nəsə özündən yazırsan. Hələ hədisləri də bəyan ediblər alimlər. Amma bir hədisin səhih olmaq üçün şərtləri var onun. O şərtlər yığılıb, araşdırılıb, tarix boyu baxılıb. Bir hədisin səhih olmaq üçün 5 dənə şərt var. 5 şərt. Və İmam Muslim o şərtlərə riayət etdiyinə görə onun hədis toplumu ikinci kitab kimi sayılır Buxaridən sonra. O da bizim alimlərdəndir, müsəlmanların alimlərindən, böyük alimlərindən. Ona görə qeyd olunanda Buxari, Muslim artıq biz o hədisə arxayın yanaşa bilərik, arxayın götürə bilərik. Elhamdülillah. Allah rəhmətləsin İmam Muslimə. Bəli.